Yaxşı da qardaşım, sən də mənə başa düş də, brat. Allah qaçmıram ki, verəcəm də. Ne istiyor yenə? 2-3 günə maaş alın verəcəm də. Allah hə, maksimum 3 gün. Yaxşı, brat. Yaxşı, brat, yaxşı. Nə oldu? Ne istiyor yenə səndən? Brat, Allah haqqı bezmişəm. Yenə nə olur? Borc bir tərəfdən, kredit bir tərəfdən dirəniblər, Allah'ında olsun. 12 saat işləyirəm, 12 saat. Yenə çatdırmıram. Belədir də qardaşım, başqa nə edəcəksən ki? Heyif deyil qız olmaq. Ata evində çörək yeyirlər. Sonra mənə gedib ər evində çörək yeyirlər. Bütün məsuliyyət mənim boynumda deyir. Çatdırmıram da qardaş. Bir dənə məsələ var, deyir, bəxtim olsa qız olardım. O deyir, Nə düşlər baxarsan az? Heç, elə belə. Düz otur. Bəlkə deyirəm biraz gedək gəzək. Niyə? Gəzək də. Saatdan xəbərin var sənin? Hə, nə olur ki, saat 5-dir. Necə yəni nə oldu? Necə yəni 5-dir? Sən bilə-bilə əsəbləşdirirsən. Mən saat 5-də qız uşağının çöldə bayırda nə işi var? Dur buradan Prama evə. Tez elə. Tez elə. Ne edirsən sən? Necə neysə, görmürsən oynayıram. Necə yalan oynayıram? Qız uşağı sən isə ağır aparacaq. Dəli sənsən, xəstə eləmək istəyirsən məni. Keç otur yerində, biabır eləmə. Keç otur yerində. Ne edirsən sən? İçinə buna bax. Başın xarabdır sənin. Ay qız uşağı sən nəyə gülürsən? Neylədim ki mən? Nəyə gülürsən küçədə bacıda? Mən biabır eləmə burada. Başını sal aşağı yolu get. Səviyyəsizlər. Nə olub yenə televizora baxmısan sən? Yox, bura bayaq gələndə 2 dənə oğlan düşmüş dalımca söz atırdılar. Nə? Kimdə onunla? Əş, mən nə bilim, belələrin əlində yolda rahat gəzmək olur ki. Sən amma narahat olma ki, sizin də yaxşı cavabını verdim, yola saldım, getdilər. Nə eləmisən? Cavablarını verdim, yola saldım. Neyniyəcəm? Sən dəli olmursan, necə yəni cavablarını verdim nə deməkdir? Sən əsəb xəstəsi eləmək istəyirsən burada? Sən qız uşağısan, cavablarını verdim nədir? Sən cavab verirsən, onlar ona görə söz atırlar sənə. Yaxşı da, yaxşı, xahiş edirəm. Yaxşı, çox xahiş edirəm, otur. Oldu, keçdi də, yaxşı, söhbət bağlandı. Nəysə, mənim sənə yaxşı bir xəbərim var. Nə xəbər? Deməli, mən fikirləşdim, düşündüm, daşındım. Gedirəm xaricdə təhsil almağa. Xaricdə? Bəli. Cəmaatın qızı ərəgə deyir, sən mənə deyirsən ki, xaricə gedirəm, mən təhsil alacaq. Dəli olmusan, ya mənə dəli yerinə qoymusan sən burada, əsəbləşdirirsən məni. Neylədir? Ay necə ya, sən qız uşağısan, sən mən oxumağını da öz də xaricdə. Şükür Allah. Nə oldu? Heç nə. Spiritə sən elə bir. Yox, salamatçılıqdır. 100%. Tam gələcək. Sən Allah buna bax. Bunun gülüşünə zadına bax. Qız uşağı da özünü apara bilmir çöldə bacadayım.